Salam. Deməli belə, bugün biz baxırıq isim mövzusunu izah edəcəyik. Başlayaq. Sayılan sayılmayanı izah etməkdən başlamaq istəyirəm. Countable and uncountable olaraq da eləcəkdir. Bu Azərbaycan dilində belə bir anlayış yoxdur. Bu sadəcə olaraq ingilis dilində var. Bəs bu nə deməkdir? Videonu burada bölməli oluram. Videonu bəyənməyi, dostlarınızla bölüşməyə, komment yazmağı və ən əsası kanala abunə olmağı unutmayın. Əlavə olaraq da əgər ki dərslərimə yazılmaq istəsəniz, həm buraxılış dərsləri tədris edirəm. Nəticələrimiz falan hər şey həm YouTube kanalımda bölüşmüşəm, həm Instagram səhifəmdə bölüşmüşəm. Görə bilərsiniz. Əgər ki hədəfiniz 100 isə, buraxılış dərslərimə sizi gözləyirəm. Avqust ayında yeni dərslərimiz başlayacaq. Artıq yay qruplarımız toparlanıb. Sadəcə olaraq fərdi yazıla bilərsiniz hal-hazırda. Əgər ki yayda oxumaq istəyirsinizsə, yəni yay qrupları üçün qeydiyyat bağlanıb, amma avqust ayı üçün qeydiyyatını keçə bilərsiniz. 1 avqust bizim dərs günümüz olacaq. Bir də əlavə olaraq da General English dərsləri tədris edirəm, hansı ki bunlar danışıq yönümlü dərslər olur. Əgər ki danışmaq istəsəniz, təbii ki dərslərim sizin üçün uyğundur. Bu cür dərslərim haqqında lap ətraflı məlumat istəsəniz, videonun açıqlama hissəsində dərslərim haqqında ətraflı danışdığım videoları linkini bölüşmüşəm. Belə davam eləyək. Təşəkkür. Ümumi olaraq burada belə bir sözü var. Count sözü. To count ingilis dilində saymaq deməkdir. Yəni ki 1, 2, 3, 4, 5, 6 belə saymaq anlamına gəlir. Able isə qadir, bunu bacarmaq, buna qadir olmaq anlamına gəlir. Yəni sayılmağa qadir olan, yəni sayıla bilən. Tamam mı? Belə bir anlayış olur. Sayıla bilən. An əlavə etdiksə isə bu prefiksdir. Prefiks nədir? Önə əlavə edilən şəkilçi. Birazdan bunları göstərəcəm sizə. Və bizim sufikslərimiz var. Sufiks nədir? Sona əlavə edilən şəkilçi. Bunu bir yada saxlaya bilərsiniz ki, s, son. Sufiks, son. Prefiks də önə əlavə edilən şəkilçi anlamına gəlir. Tamam mı? Sayıla bilən və sayıla bilməyən olaraq yerə böldük biz bunu. Okay, bəs bu nə anlama gəlir? Təbii ki də countable nouns are things that you can count in English. Saya biləcəyiniz isimlərdir ingiliscədə. Uncountable'lar isə əksinə sayıla bilməyən. Yəni necə? Məsələn, su, water. Suyu hansı insan götürər, onu götürər belə damca sayar. Məncə onu aramızda eləyə biləcək kimsə yoxdur. Və yaxud da ki saç, hair. Bunu götürür kim sayar? Saymazsa düzdür. Saymazsınız. Məncə saymazsınız. Ya da ki kipriyinizi. Yəqin ki onları da saymazsınız. Bu cür. Amma deyək ki məsələn apple. Alma. Alma götürsə həyatda bir alma, 2 dənə alma. Yəni o saymaq çətin bir şey deyil. Banan. Bəndən yenə banan sayırsınız. Eggs. Egg yumurta deməkdir. Eggs isə yumurtalar deməkdir. Yəni bu cür bunlar sayıla bilir. Düzdürmü? İndi siz mənə qulaq asın. Countable nouns can be singular and plural. Yəni ki, həm tək ola bilər, həm də ki, cəm ola bilər. Dedim axı, məsələn, kitab deyirəm, kitabı da saya bilirəm da. Həm kitab deyə bilərəm, həm də ki, kitablar deyə bilərəm. Deyilmi? Bu cür. Amma uncountable'lar həmişə tək-tək görünəcək. Elə görünəcək ki, gök onlar təkdədir, water. Və həmişə də singular verb götürür, tək xəbər götürür. Məsələn, water is deyəcək, water are deyə bilməyəcək. İndi başa düşürəm, sənin beynində sual yaranır ki, məsələn, mən falan qədər kitab götürmək istəyirəm. Onu necə deyəcək? Yəni, biz kitabımızı saya bilirik, okey. Amma mən demək istəyirəm ki, falan qədər su götürmək istəyirəm. Onu necə deyim? Öyrədəcəm onu da onu birazdan. Onları measure words. Yəni ki, ölçü vahidləri onlarla görəcəyik. Göstərəcəm birazdan. Narahat olmayın. Okey, mən bayaqlar nə dedim? Dedim ki, həm singular ola bilər, həm plural ola bilər. Məsələn, book sözü sayıla bilir. Deyim, mən kitabı saya bilirəm. Bir də onu necə cəmləndirib books deyə bilirəm. Bu cür. İndi birazdan cəmlənməndə keçəcək ingiliscədə. Normalda ya da saxlaya bilərsiniz ki, S-lə cəmlənir. İstisnalar var düzdür, amma normalda S-lə cəmlənir. Okey, 2 yerə bölündü. Oldu nə? Singular and plural. Mənə bax. Nə deyir? Singular deyir də, hə? Singular an article ilə və yaxud da ki one deyilə bilər, one ilə istifadə edilə bilər və yaxud da ki the article ilə istifadə edilə bilər. An article nə deməkdir? Article mənasını izah etmişəm. An article bərabərdir 1-ə, yəni one. İzah etmişəm, gedib mən videoma baxa bilərsiniz. Yəni bu cür bu anlama gəlir. Bir fikir ver. Deyirəm burada a cat. Yəni ki bir pişik və yaxud ki one pencil, bir karandaş, the notebook. Notebooklar. An ambulance.
ambulans, təcili yardım bu kimi anlamlara gəlir. Plural nədir? Plural cəm deməkdir. Ya the istifadə ediləcək. The article bax görsən burada da var, burada da var. Bunun hikməti nədir the article-ın? Onu izah eləmişəm. Videoma gedib baxa bilərsiniz. Açıqlama hissəsinə qeyd edərəm o videonu. Ya da ki no article. Yəni ki heç bir article istifadə edilməyəcək. Yəni ki qalan yerdə article-da hansıda? N article-da. Bu da bir deməkdir. Uşaqlar cəm ismin yanında bir nə gəzir? Məsələn mən burada deyirəm bir kitab. Cəm oldu indi bu. Yoxsa iki kitab deyəndə cəm olar. Təbii ki də iki kitab. Bir də sizə bir şey deyim. Azərbaycan dilinin bu hissəsi mənə çox məntiqsiz gəlir. Hansı ki ingilis dilində bunu çox məntiqli ifadə edirlər. Bu nədir? Azərbaycan dilində deyirsiniz ki 2 dənə kitab, düzdür. Amma ingilislər belə deyir, 2 kitablar. Tamam mı? Həmişə yəni burada cəmlənməlidir. Artıq burada birdən böyük rəqəmləri ifadə edən sözlər və yaxud ki rəqəmlər olduqsa orada hökmən cəm əlavə etməlisiniz. Okay, bunu da izah etdim sizə. Bu hissə uşaqlar bunları deməyəcəm sizə çünki bunlar quantifiers mövzusudur. Onun da videosu var. İzahını çox gözəl seçmişəm və eləmişəm və çox gözəl testlər seçib izah etmişəm onlar üçün. Yəni bunlar da istifadə edilə bilər, bu şəkildə görə bilərsiniz, amma yəni çox qəşəng şəkildə orada izah eləmişəm, orada da həzət aldı, orada gedib görə bilərsiniz. Normalda s əlavə eləyir. At the end of the noun, bax buna da fikir verə bilərsiniz. Fikir ver. At the end of the noun. Və yaxud da ki, deyək ki, məsələn, sən şəkil təsvir eləyəsən, 9-cu sinifdə olsan, şəkil təsvir eləyəcəksən axı. Deyəcəksən, məsələn, deyək ki, küçənin sonunda, elə bir şəkildir ki, sən orada demişsin küçənin sonunda. At the end of the street. Və yaxud da ki, kimsə essay yazır, 11-ci sinif, bəlkə elə bir şey yazmaq istəyir. Və yaxud da ki, at the beginning of the street. Bu cür. Və yaxud da ki, corner. Corner nədir? Künc. Yəni, bu cür uşaqlar. At the top of nəyəsə zirvəsində. At the end of, burada deyilir. Yəni bu cür. Tamam, davam edə bilərik. Bizim üçün burada nə deyir? 3 pencils. Fikir verin, burada 1 pencil idi. Bir karandaş. Burada nədir? 3 karandaşlar. The recipes. Reseptlər. Resept deməkdir. Okay. Cars. Maşınlar. Some oranges. Biraz orange, portağallar. A lot of computers, çoxlu kompüterlər. Və yaxud ki, many computers deyə bilərdik. Bu da bu cür. Okay, əgər ki, uşaqlar mənim danışmam sizin üçün yavaş gəlsə, YouTube-un 2x hissəsi var da, oradan sürətləndirə bilərsiniz, tamam mı? Özüm çox sürətli izah etmirəm ki, məni hər kəs başa düşə bilsin. Çünki hər kəsin qavranması bir cürdür. Yəni özünüz üçün bunu tənzimləyə bilərsiniz. Bu cür. Burada biz nədən danışdıq uşaqlar? Countable-lardan danışdıq, sayıla bilənlərdən. Yəni həm tək olur, həm cəm olur. Məsələn, kitablar deyirəm. Burada da göstərdim. İndi burada var sayılmayanlar. Sayılmayan söz necə olurdu? Məsəl üçün water, məsələn tea, çay və yaxud da ki cheese. Ümumən qidaların heç bir sayılmır. Tamam mı? Bu cür. Pendir deməkdir cheese. İfsə qurtardı, getdi. Həmişə bunlar tək olur. Bir dənə fikir ver. Yəni istifadə edə bilməsin ya da ki one istifadə edə bilməsin. Axı mən baxlar dedim, bax buradaca demişəm. Yəni artikel bərabərdir 1-ə. Düzdür? Yəni artikel əgər ki 1-ə bərabərsə, yəni burada one sözünə də bərabər olmuş olur. Ona görə də sən onu istifadə edə bilməzsən. Yəni orada demirəm də a water, one water, bir su deyə bilmərəm bu cür. Yaxşı? Çünki 1 dedimsə, artıq deməli mən orada 2 də deyə bilərəm. Olmaz. Tamam mı? Sonra burada yine quantifiers mövzusudur. Bunlardan sonra uncountable gələ bilər, problem deyil. Və yaxud ki, cəm də gələ bilər. Burada da var. Okay, certain categories of nouns are usually non-count. Buradakı u artıq düşüb çapda. Müəyyən deməkdir certain. Müəyyən kateqoriya isimlər həmişə sayılmır. Non-count, uncountable da deyə bilərlər, non-count da deyə bilərlər. Sayıla bilməyən deməkdir. Onlar hansılardır? Bax bunlardır. Burada oturdum, ərinmədim, bircə sizin üçün bunun tərcüməsini yazdım. Bu cür bunu əsas edib götürə bilərsiniz. Sadəcə olaraq mən bunları səsləndirmək istəyirəm. Uşaqlar ki, əslində Google-dan da, Google Translate-dən də səsləndirə bilərsiniz. Amma gəlin elə bu videoda mən onu səsləndirəm və bitirək. Niyə? Çünki siz həmişə, uşaqlar, mən bir şeyi observe eləmişəm. Observe eləmək nə deməkdir? Belə. Oh my goodness. To observe, müşahidə etmək. Mən nəyi müşahidə eləmişəm? Mən müşahidə eləmişəm ki, bu söz necə oxunur? Bu söz know olaraq oxunur da, düzdür? Know, to know, bilmək. Bu sözü know deyə oxuyan uşaqlar həmişə imtahanda uduzub. Mən yəni həmin uşağın 100 bal aldığını heç vaxt görməmişəm.
Tamam mı? Düzgün deyilişi bilməlisiniz. Deyərsiniz ki, indi müəllim axı biz speaking dərsi actually imtahanı vermirik. Yəni siz nəyə görə bu cür deyirsiniz? Uşaqlar, sizin özünüz düzgün tələffüz edəndə, düzgün tələffüzü biləndə, daha doğrusu, eşitməyi biləndə siz artıq listeningdə çox da əziyyət çəkmirsiniz. Yəni tamam mı? Bu sizə təkan verir. Yəni belə bir şey observe eləmişəm. Bunu sizin üçün demək istədim. Okay, gəlin indi baxaq. Burada bizim üçün nə verib? Small particles. Kiçik hissəciklər, kiçik zərrəciklər anlamına gəlir. Bax, məsələn, mənə bir dənə fikir ver. Məsələn, burada deyir rain, yağış. Elə yağışı oturub kim sayasıdır bala? Yağışı oturub yəni sayasan, saymayacaqsan təbii ki də. Deməli, bu nədir? Sayılmır. Tamam mı? Görsən, məntiqlə düşünəndə tapırsan. Əslində söz əzbərləməyə ehtiyac yoxdur. Buradakı sözləri əzbərləmirsən ki, bunlar uncountable. Yox, zaten başa düşürsən sən bunu. Çünki mən sənə izah elədim ki, yağışı götürüb heç bir elə bir manyak yoxdur ki, yəqin ki, aramızda gedib bunun sayəsində, düzdür uşaqlar. Yəni bu cür gedib bunu öyrənə bilərsiniz. Vəsə, qurtardı, getdi. İndi bu sözləri necə öyrənirsiniz? Lüğət kimi öyrənəcəksiniz. Lüğəti mən sizə video paylaşacağam ki, necə öyrənmək lazımdır. Orada görəcəksiniz nə formada. Sizin üçün daha rahat olacaqdır. Çünki lüğətlə bağlı o qədər şikayət eşidirəm. Oy da, mən gərək bu haqda bu problemi sizin həll edeyim. Bu da bu cür. İndi bunları öyrənirsiniz bir lüğət kimi ki, sizin söz ehtiyatınız artsın. Çünki bunlar çox istifadə edilən dildə sözlərdir. Tamam mı? Bu cür. İndi baxarıq. Bax. Məsələn, bizim üçün burada coffee verib. Tərcümələr yazmışam uşaqlar. Hər şey görünür. Sadəcə olaraq indi səsləndirəcəm ki, qulağınız eşitsin bunları. Coffee, rice, flour, salt, sugar, pepper, tea, water ya da ki water. Bunun da fərqini vocabulary'da izah edəcəm. Water yoxsa water. Sand, rain, snow, hair, dirt, bread, pasta, butter ya da ki butter, cheese, chicken, chocolate, glass, chocolate yox. Listeningdə elə eşitməyəsən, belə eşidəcəksən. Chocolate, fruit, fish, meat, beef, soup, mayonnaise, corn, cereal, bax, cereal, air, pollution, fog, wind, smoke, exhaust, water, baxarda vardı da bu, water ya da ki, milk, juice, tea, bu da var idi bax, alcohol, gasoline, oil, oxygen, copper, tin, gold, iron, silver, steel, wood, metal, belə. İki cür olar. Biri var British, bir də American. Ona görə bəziləri iki cür deyilir. Ona görə fərqləndirirəm. Dediyim kimi vocabulary videosunu izah edəcəm, ona görə belədir. Cloth, concrete. Beton mənası var. Bir də konkret mənası var. Onda da adjective olmuş olur. Okay. Lumber, bravery, honesty, information, intelligence. Bu arada burada göstər food kateqoriyasıdır. Liquids and gases. Liquid nə deməkdir? Bax, belə əssiz. Nə deməkdir? Maye. Gases, qaz. Kökü budur, əssindən cəmlənibdir. Okay. Qaz deməkdir. Minerals and materials. Minerallar və materiallar. Abstract ideas and feelings. Abstract means mücərrəd. Abstract, mücərrəd mənasını verir uşaqlar. Yaxşı? Yəni, əllə toxuna bilmirsiniz. Məsələn, bravery nə deməkdir? İgidlik, cəsarət anlamına gəlir. Düzdürmü? Toxuna bilirsən, sən cəsarətə. Ya da dürüstlük. Sən dürüstlüyə toxuna bilirsən, ya da burada var love. Sən sevgiyə toxuna bilirsən, var hate, nifrət. Toxuna bilirsən, yox. Tamam mı? Bu cür. Yəni bunlar olduğundan abstract ideasını mücərrəd isimlər və hisslər. Collective nouns, burada nə oldu? Kollektiv isimlər. Məsələn, burada deyir money, pul. Pul bilsə niyə sayılmır? Qoyun izah edeyim. Bax.
Mən bura bir dənə pul çəkirəm. Burada bir dənə pul çəkirəm. Məsələn, bura 1 yazıram. Burada 100 yazıram. Burada da bir dənə kağızdır. Actually, burada. Burada da bir dənə kağızdır. Elə fərqi nədir bunların? Bunların fərqi odur ki, bunun üstündəki rəqəm 1-dir, bunun üstündəki rəqəm 100. Yəni ki, sən pulun özünü yox, sən pulun rəqəmlərini sayırsan. You count the numbers. Sən rəqəmləri sayırsan. Yaxşı, ona görə pul sayılmır. Amma manat desə, təbii ki, bu sayılır. Bu cür elə manat yazılır da. Sonra dollars. Dollar olanda təbii ki də sayılır. Euros və s. hər biri sayılır. Pul bildinizdə nəyə görə sayılmır? Money. Yəni pul nə oldu? Kollektiv isimdir. Amma buna bax, pul bölündü. Görsən necə cür? Elə nə qədər lari var, lira var, nə bilim axı, dirhəm var və s. və axır. Çoxdur. Tamam mı? İzah edə bilmirəm, deyirəm ki, kollektiv isimlər nə deməkdir? School subjects and activities. Məktəb fənləri, subject fən anlamına da gəlir. Activities də fəaliyyətlər. Fəaliyyət nədir? Məsələn, burada deyir, məsələn, writing. Yazı yazmaq. Yazı yazmaq bir fəaliyyətdir, bir activitydir. Yazı işi. Tamam mı? Bu cür. Ya da məsələn, burada var dancing. Dancing. Dans etmək, bu da bir activitydir. Okay, devam edirəm. Patience. Advice. Advice. Feil formasında isə burada s yox, c olur. C yox, s olur. Yaxşı. Advise. Feil formasında bu z olaraq deyilir. Məsləhət. C formasında isə advice. İsim formasında nə oldu? Advise. Məsləhət anlamına gəlir o zaman da. Все, qurtardı getdi. Davam edirəm. Beauty, joy, freedom, 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 luck, news, honesty, honesty. 2 dəfə yazıb. Knowledge, happiness, clothing, food, furniture, furniture ya da ki bu cür deyiləcək, 2 cür deyilə bilər. Garbage, money, homework, music. Fikir ver indi bu sözə. Jewelry. 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 Equipment. Equipment. Traffic. Baggage. Luggage. Vocabulary. Software. Mail and email. Mail sayılmır, email sayılır. Biology. Chemistry ya da chemistry. Spanish, English, Turkish, health, math, statistics, psychology, physics, literature, soccer, baseball, dancing, skating. Bu cür. Və burada bir şey de yazmışdım deyəsən, o da silinib. Belə bir söz var, skiing. Skiing. Bu nə deməkdir? Xizək sürmək. Bu konki sürməkdir. Bu isə xizək. Yəni bir dənə task eləyək. Burada var. Filling the blanks with the correct answer. Blank qəf deməkdir. Yəni ki, boşluq. Deyək ki, düzgün cavabla doldur. Okay. Bir dənə bura bax, boşluq hissəsinə. Bizim üçün burada furniture də verilib, furnitures də verilib. Yəni mebel deməkdir də bu az öncə dedim. Hansı sözü bilmirsənsə götür yazam. Tamam mı? Bu cür. Əgər ki, lüğət videosunun gəlməsini istəyirsinizsə, kommentlərdə bunu qeyd edin. Mən görüm nə qədər insana bu lazımdır. Əgər ki, çox istənilsə, təbii ki, çəkəcəm. Okay. Bunun sonunda S var. Mən baxar nə dedim? Söz ismin sonunda, nounun sonunda S varsa, bu nədir? Cəm bir isimdir. Amma bunun sonunda S var, bu cəm ola bilməz. Niyə? Axı furniture nə idi uşaqlar? Bu bir ümumi bir isimdir, kollektiv bir isimdir. Və bu sayılmır, uncountable. Necə cəmlənə bilər? Axı biz dedik ki, bayaqlara həmişə sayılmayanlar təkdədir. Mebel niyə kollektivdir? Məsələn, deyirəm sofa. Divan deməkdir, ya da ki, couch. Bu da divan deməkdir. Kreslo demək. Table, stoldur, yəni masa. Chair,
oturacaq. Yəni stul, stulçik. Tamam mı? Bu anlama gəldi. Tamam. Yəni bu sayıla bilməz. Ona görə də cavab burada bu yox, furniture olacaqdır. Tamam mı? Bir dənə cümləni tərcümə eləyək. Cümlələri bir-bir tərcümə edin uşaqlar. Məsələn, məndən bəzən tərcümə eləməyi necə edək müəllimə deyə sual gəlir. Uşaqlar, birincisi siz söz bilməlisiniz. İkincisi də ki, söz tərcümə eləyək bir-bir. Ortaya cümlə çıxacaq. Yəni cümlə tərcümə etməyin xüsusi bir videosu, bilmirəm, yəni readingin içində deyə bilərəm mən bunu. Reading videolar çəkməyim sizə gəlir ki, kommentarlarda deməlisiniz bunu. Bu cür, yəni tək-tək sən bunu tərcümə etməklə düzəldə bilərsən. Məsələn, mom, ana deməkdir. Bought, almaq feilinin keçmişidir. To buy, indiki zamanda belə olur. New, yeni. Furniture, mebel. For, üçün. Our, bizim. New, yeni. House, ev. Yəni ki, ana bizim yeni evimiz üçün furniture aldı. Mebel, yeni mebel aldı. Yeni evimiz üçün yeni mebel aldı. Sonra məsələn burada bir dənə maraqlısı var. Bizim üçün nə deyir? Deyir ki, 4-də friends ya da ki friend. Yəni friend sözü sayıla bilən isimdir. Dostunu saya bilərsən də, dostlar deyə bilərsən. Deməli bu nədir? Sayılan bir şeydir. Məsələn, bəzən burada uşaqlar deyir ki, ay müəllimə sayılır da, gəlin burada friends götürüm. Yox. Sayıla bilən həmişə sayılan cəm formada olur o uşaqlar. Məsələn, baxlar dedim, book da sayılır. Sayıla bilən isimdir. Books da sayıla bilən isimdir. Yəni zaten book sayıla bilir ki, burada sayılıb. Başa düşürsən, bu ikisi də sayıla bilən uşaqlar. İkisi də countable-dır. Sən həmişə bu cəmdə deyənə bunun cəm formasını istifadə edeməyəcəksən ki, indi mən burada book desəm bu uncountable oldu. Yox, yox. Tamam mı? Beyninə uca kodlama bunu. İkisi də sayılanır. Prosta biri təkdədir, biri də cəmdədir. Axı baxlar mən sən dedim, həm tək ola bilər, həm də cəm ola bilər. Məsələn, bir dənə fikir verin, sən bunu necə bilməlisən? Məsələn, deyir ki, Bethany is my new friend ya da ki friends at school. Bethany adam adıdır. My mənim, new yeni, dostum ya da ki dostlarım məktəbdə. Bethany mənim yeni dostumdur. Yəni bir dənə adam olduğuna görə biz burada nə verəcəyik? Təbii ki də friend verəcəyik. Tamam mı? Başa düşdün? Nə oldu? Görsən, countable olduğuna görə biz burada cəmi seçmədik. Diqqətli ol. Elə cavablar verən uşaqlar olur, ona görə deyirəm uşaqlar yaxşı. Altıya baxırıq. Sugar ya da sugars. Dedim də az öncə bu şəkərdir. Şəkərdə heç kim saymır deyənə. Bu cür deyirsən. Yaxşı? Belə. Az öncə mən measure words, yəni ki sayıla bilməyən sözlərin sayıla biləcəyimiz ölçü vahidləri kəliməsini istifadə elədim. Gəlin də onu açaq. Məsələn, dediyim kimi suyu saya bilmirik. İndi suyu saya bilmirik deyə kənara mı qoyacaq? Yəni nə qədər su istəyirəm deyə bilməyəcəm. Təbii ki də deyə biləcəm. To talk about quantities, yəni with uncountable nouns, use an, the measure word, of, and the uncountable noun. Here are some examples. Okay, bizim üçün burada nə deyir? Deyir ki, uncountable nouns miqdarlarla, yəni müəyyən kəmiyyətlərlə istifadə etmək üçün belə bir düsturumuz var bizim. Bax, bu düsturdur. An ya da ki the article gələcək, sonra measure word, yəni kəmiyyət vahidi, kəmiyyət ölçü vahidi, kəmiyyət bildirən, miqdar bildirən söz gələcək, sonra of gələcək, sonra da uncountable noun. Mən düşünürəm ki, bu measure words Azərbaycan dilində səhv etmirəmsə numerativ sözlər kimi deyilə bilər. Məsələn, 1 litr su deyirsən, elə, yəni 1 litr su. Hə? 1 litr su yox, 1 stəkan su. Səhv etmirəmsə mən Azərbaycan dilində profesional deyiləm, professor deyiləm, ona görə bunu bilmirəm. Amma mən düşünürəm ki, Azərbaycan dilində bu cür olmalıdır və bunu bundan eyniləşdirə bilərik. Məsələn, indi dedim ki, sudan, gəlin su ilə davam edək. Bizim üçün burada nə var? Məsələn, deyir, a barrel of water. Struktura bir dənə fikir verin, ay uşaqlar. Buradakı struktura oxşamır, bax. Yeni artiklı verib burada a measure word, barrel, bir butulka, of, burada da of var, bir də uncountable noun, sayıla bilməyən isimimiz də water'dır. Nə oldu? A barrel of water, yəni ki bir butulka su, ya da ki bir butulka wine, yəni şərab anlamına gəlir. Və yaxud da görüb biz burada başqa nə deyə bilərik? Onun üstündə bir dəfə qalın, biraz da işləyək onun üstündə. Bizim üçün burada nə var?
Məsələn, deyər 2 barrels of water. Mən az öncə nə dedim? Bu water sözünü elə yazdım ki, bir dəfə də təzə yazım da. Çox qalın elə bil. Neysə, bir ol. Bizə burada nə deyir? Deyir 2 barrels of water. Elə. Burada fikir verdin, bu cür olanda a barrel of sayıla bilir. Yəni ofdan əvvəlki hissə sayıldı bizdə, amma ofdan sonraki hissə sayılmadı. Uşaqlar, mənə qulaq asın. Bu həmişə elə deyil ha ki, ofdan əvvəlki söz həmişə sayılır, ofdan sonraki söz həmişə sayılmır. Yox, hayır uşaqlar. Sadəcə olaraq measure words buna aid olan bir sözdür, qaydadır. İfşo. Qutardı, getdi. Yaxşı? Bu cür. Bitdi və getdi. Bu qədər sadə. Digərlərdə məsələn deyirik. Hə, bir də belə olanda sən bu cür struktura gətirib çıxaranda uşaq deyir ki, hə müəllim, indi water sözü sayıldı. Water, ay bala. Water sözü sayılsa, biz onu ölçədə də deyərik də ki, o sayılır. Yox, water istəyə bilmirik. Bunu heç bir şəkildə belə deyə bilmirik. Yəni burada hə deyirsən ki, 2 butulka su. Suyun miqdarını dedin. Okay. Amma suyun özü, yəni water sözünün özü sayıla bilən bir sözə çevrilməli. Belə bir şey mümkünsüzdür. Sayıla bilməyəni sayıla, sayıla biləni sayılmayana çevirmək mümkünsüzdür. Elə bir şey mümkün deyil uşaqlar. Kategorически 2 yerə bölünür. Bax burada dediyim kimi 2 dənə yer. И все. Bitdi, getdi. Все. Davam edirəm indi. Məsələn düşün, bizim üçün var burada nə? A piece of advice. Piece hissə deməkdir. Bir hissə məsləhət, yəni biraz məsləhət. Tamam mı? Bir də burada piece sözü ilə bayaqdan əslində yuxarıda yenə baxlar o sözlər saydım, mən sizin üçün tələffüz elədim. Onların içərisində əslində lüğət formasını göstərəcək biləcəyim sözlər var idi. Prosta video çox uzun olacaq deyə yenə çox dəymədim ora. Məsələn biz burada two pieces deyə bilərik yenə. Advice. Amma burada advices deyə bilmərik heç bir şəkildə. Yaxşı? Bax, hər biri bu cürdür. Belə, bitdi. Buradan da bu cür Azərbaycan dili formatına görə bilərsən, amma buradakı hər bir şey artıq mən danışdım. Buradakı sözlər sadəcə olaraq, lüğət olaraq öyrənə bilərsiniz. И все, qutardı da getdi. Bayaqları gördüyümüz measure words, yəni ki, ölçü vahidləri bildirən sözlərlə yenə də burada biz görə bilirik. Yəni burada Azərbaycan dilində variantı da var. Amma baxarı göstəreyim də sadəcə olaraq ingilis dilində idi. Burada da bu cür bunları da götürüb öyrənə bilərsiniz. Əsas edib dəftərinizə yazmağınızda fayda var və öyrənmək hökmən öyrənməlisiniz. Və izah elədim də bunun anlamı nədir. Bax, hətta burada cəm formatı da verilib. Məsələn, slice of, slices. Bu cür. Bir də müəyyən sözlər var ki, həmin o sözlər həm sayıla da bilir, həm də ki sayılmaya da bilir. Məsələn, glass. Şüşə mənasında olanda sayılmır. Şüşənin nəyini sayasan bala? Təsəvvür şüşə sınıb, düşüb yerə sınıb və sən bu nəyini saya bilərsən ki? Heç bir şeyini. Sonra məsələn, stəkan mənasında isə glassın stəkan mənası var. Bir də cup sözü var. Bu isə uşaqlar bu çaşka deməkdir. Mən bilmirəm Azərbaycan dilində necə desək bunu daha düzgün olacaqdı cup sözünü. Yəni qulpu olan stəkan, fincan yəqin ki o deməkdir, çaşka deməkdir. Bilmirəm, bunu zəhmət olmasa kommentlərdə qeyd edin. Amma bildinizsə necə? Yəni bu anlamına gəlir. Qəhvə içilən həmin o çaşka. Amma stəkan nədir? Stəkan su içiləndir. Düzdür. Azərbaycanlılar çay sözür bunu. Bilmirəm, mən bunda su içirəm. Yəni bu cür. Qutardı getdi. Yəni belə. Bu oldu nə? Glass, bu oldu nə? Cup. Hətta burada bir şey də öyrətmək istəyirəm. Məsələn, belə deyə bilərik də, bir fincan kofe. A cup of tea. Bu bir fincan çay və yaxud ki bir fincan kofe. Hər iki formasında biz bunu deyə bilərik. Bir də bunun a cup of tea-nin başqa bir mənası var uşaqlar. Yəni məsələn siz ingilis dilində, Azərbaycan deyirsiniz, səni gözləməkdən gözümün kökü saraldı. Gözün kökü saralmır. Prosta bu bir idiomdur. Yəni phrasal verbdir. Yəni frazalarla birləşmədir. Bu da eyni isə. Belə bir phrasal verbdir. Someone's cup of tea. Burada a article-ını silirəm.
Someone's cup of tea. Yəni kiminsə bir fincan çayı. Elə mənasına gəlmir uşaqlar. Məsələn deyirsiniz ki, you wore this bag, but it is not my cup of tea. Sən bu çantanı geyinmirsən, bu mənim bir fincan çayım deyil. Yəni ki, bu mənlik bir şey deyil. Yəni cup of tea burada nə mənaya gəldi? It is not my cup of tea. My cup of tea. Not my cup of tea. Yəni mənim bir fincan çayım deyil bu. Tamam mı? Bax bu anlama gəlir. İfsə qurtardı getdi. Kimsə sövgüncə olmamaq. Belə bir tərcümə edə bilərsiniz buna. Belə bir mənası var. Belə bir fun fact. Okay. Necə oldu? Məsələn bizə burada nədir? The glass of the window is new. Pəncərənin şüşəsi yenidir. Burada sayılmır. Glass. Stəkan mənasında isə necə olur? We drink some glasses of water every day. Deyir ki, biz bir neçə stakan su içirik. O bayaqlar nə dedim? A cup of tea, yaxud da ki, a cup of coffee, a cup of water. Bəlkə elə içirsiniz. Glasses of tea də deyəndə, glasses of water da deyəndə yenə eyni hərəkət eləmiş oldu. Burada görürsünüz, müşür word formasını istifadə edib hətta bizim üçün burada. Yəni gündə bir neçə stakan su içirik. Yəni bu cür uşaqlar. Digərlərində oxuyub belə öyrənə bilərsiniz. İndi isə gəlin isimlərin cəmlənməsini öyrənək. Ümumi olaraq isimlər ingilis dilində s ilə cəmlənəcək. Məsələn, fərqi yoxdur. Book olsun. Mən də book deyəcəm burada yazılıb. Book olacaq nə? Books. Sən ona s əlavə edirsiniz və düzəldirsiniz. Всё, qurtardı getdi. Amma bəzi istisnalarımız var uşaqlar. İstisnalarımız nədir? Bax, sözün sonu əgər ki s, double s, sh, ch, t, ch, x, o, z bu hərflərlə bitəndə sən onun sonuna s əlavə edəcəksin. Bəxləri sadəcə olaraq s əlavə edirdin. İndi s əlavə edəcəksən. Yaxşı. Sonun elə bitəndə s, 2 dənə s, sh, ch, ch, x, o, z. Baxıram. Bax, nə oldu? Avtobus. Bax, fikir verirəm ki, sonra s-lə qutarıbdır. Ona görə nə oldu? S əlavə elədim. Buses. Glass, glasses. Bosh, boshes. Bench, benches. Match, matches. Box, boxes. Potato, potatoes. Quiz and quizzes. Все. Fikir verirsən, z ilə qutardı. Və burada z-sı doublelanıb, ikilənibdir. Mən bunu adjektiv izah eləyəndə orada da bir dəfə belə bir şey göstərəcəm. Orada izah eləyəcəm bunun nə kimi bir şeydir. Tamam. Все, qurtardı getdi. Bu belə. Bunlar da lüğət olaraq öyrənirsiniz. Lüğət olaraq sən bunu öyrənəndə zaten görəcəksən ki, 2 dənə s var sonunda. S-i də bura əlavə eləyəcəksən, sənin üçün rahat olacaq. Bir qaydamız budur. Okay. İkinci qaydamız nədir? Buradakı qaydanın alt qaydasıdır. Alt çoxluğudur, elə fikirləş. Sonra o ilə qutarır. Bax, bəxlə nə dedim? O ilə qutaranda s əlavə eləyirsən. Amma indi sən mənə fikir ver. Burada o ilə bitir. Bax, bu sözlərin hamısı o ilə bitir. Amma ki, sən onu sadəcə olaraq s qəbul eləyəcəksən. Yaxşı? Məsələn, deyir kilo, kilos, zero, zeros, zoo, zoos. Fikir ver, o ilə qutarıb. S-lə cəmlənir. O ilə qutarıb, S-lə cəmlənir. Yəni, səni imtahanda da bunlarla çaşdıra bilər. Bunların hər birini qəşəngcə öyrənməlisən. Dərsə hər birinin tərcüməsində deyirəm. Amma burada vaxt gedəcək deyə buna da vaxt ayırmaq istəmirəm. Bir də bəzilər var ki, bunlar da o ilə qutarır. Amma həm s, həm də ki s qəbul edir. Volcanoes, tornadoes, buffaloes, camış deməkdir buffalo. Mosquito, s və es. Nə deməkdir bu? Milçək anlamına gəlir. Milçək. Dedim deməyəcəm, amma deyirəm. Motto nə oldu? Şu var. Все, bu cür anlamına gəldi. Deməli, bir dəfə təkrar edirik. Burada nə oldu? O ilə bitəndə s qəbul edir normalda. Amma bəzilər var, o ilə bitəndə s yox, sadəcə olaraq s qəbul edir. Amma buradakı sözlər nə oldu? Həm s, həm də ki s qəbul edir. Все, qurtardı getdi. Bu qədər sadə. Sonra biz burada 7 dənə isim görürük. Hansı ki kökündən dəyişəcək. Biz bayaqlar nə dedik? Dedik ki book olacaq nə? Çevriləcək olacaq books. Elə, yəni book sözün özündə heç nə dəyişmədi elə uşaqlar. Amma sən bir fikir ver. Biz indi birazdan kökündən dəyişəcək. Əməl baş sözün özündə dəyişəcək. Və burada bizə e hərfi bizə qonaq gələcək. Fikir ver. Məsələn burada deyir man, men, man, woman,
women. Bu şəkildə fikir verirsən. A oldu nə? E oldu. Saiti dəyişdi uşaqlar. Görsünüz, A oldu, E. A hərfini dəyişir. Sonra indi yenə E hərfi qonaq gələcək. Food. O oldu elə. İndi E hərfi qonaq gəldi. Feed. Sonra teeth. Teeth. Goose. Geese. Ya da saxlaya bilərsiniz ki, 2 dənə E yan-yana gələndə uzun i kimi oxunur. Bir də bu E A-ya da aiddir. Yaxşı. Lose. Lies. Lose lies. Mouse. Actually bu olacaq louse. Mouse. Yəni bu da olacaq mice. Yaxşı. Yox, qutardı getdi. İnsan mənə bir dənə fikir ver. Bu artıq cəmləndə də oldu. Məsəl üçün bu kişi deməkdir. Olulu nə? Kişilər. Elə fikir ver də. İndi mən bura mens yazsam düzgün olar. Təbii ki də olmaz. Bu bizə nə demək olur? Belə. Kişilərlər. Kişilərlər nədir? Belə bir şey ola bilməz. Cəmlənib ikinci dəfə cəmlənməz. Olmaz. Tamam mı? Bunu bir şey adında saxla. Davam edək. Burada bizim balaca bir dənə qaydamız var. Child və ox sözləri necə olacaq? Sonra əlavə edəcək. Child and children. Ox and oxen. Bəzən olur, uşaqlar fikirləşir ki, bəs bura chick aiddirmi? Chick and chicken. Yox, uşaqlar. Chick, baby cücə anlamına gələ bilər müəyyən kontekstlərdə, amma ümumi ingilis dili qrammatikasında chicken olaraq, yəni bu cücə anlamına gəlir. Cücə. Cücə. Bu şəkildə. Toyuq isə hen olacaq və hər ikisi s ilə cəmlənir. Yaxşı? Yəni bu təkdir. Chicken. Tək. Cücə. Yaxşı? Yəni buradakı n cəmliyi bildirmir. Bu da belə getdi. Burada belə bir qayda var. Belə bu cür yekəldim. Aha, y ilə bitəndə. Uşaqlar, burada məsələ necədir? Əgər ki, y-dən əvvəl sait gəlsə, bu s-lə cəmlənir. Y düşmür, eləcə qalır və sonundan da bir dənə s yazsız. Məsələn, boy. Y-dən əvvəl nə var? Sait var. O cəmlənəndə nə olur? Boys olur. Yox, əgər ki, y-dən əvvəl samit oldusa, o zaman siz nə edirsiniz? Burada y düşür, onun yerinə i gəlir və s ilə cəmlənəcək. Məsələn, baby, y-dən əvvəl samit var. Deməli, y-ni atıram, yerinə i yazıram və s əlavə edirəm. Uşaqlar, bunu mən düşünürəm ki, bu cür öyrənmək çox çətindir. Şəxsən mən balaca olanda, bunları öyrənəndə, mənim ağlımda bu qalmırdı. Söhbət gedir mənim 4-cü, 5-ci siniflərimdən. Tez-tez öyrəndiyim vaxtlar. Həmin vaxtlar bu mənə çox çətin gəlirdi və mən burada özümdən bir şey uydurmuşdum. Mən burada özümdən uydurmuşdum nəyə? Uydurmamışdım uşaqlar. Söz götürmüşdüm. Mənim ağlımda 2 dənə söz qalırdı. Biri day sözü, biri də baby sözü. Bu ikisi niyəsə mənim yadımdaydı ki, cəmlənəndə daysi olur, cəmlənəndə baby es olur. Artıq mən bunu beləcə yadımda saxlamışdım. Beləcə yadımdaca belə beynimdə yazmışdım, beynimin bir köşəsinə və deyək ki, bununla bağlı bir sual gəldi və mən də yadımdan çıxırdı ki, sait ya samit. Bu arada sait ingiliscə belə gedir. Kimsə bilmək istəsə, önəmli deyil dim üçün, amma bilmək istəsəz. Consonant and vowel. Mən burada yadımda saxlamışdım ki, days olur və sual düşəndə y hərfinin cəmlənməsindən falan fistan mən nə iş görürdüm? Tez bu 2 dənə sözü gözüm qabağına yazırdım. Deyirdim, aha, bax olsun. Burada nə olubdu? Y-dən əvvəl a var, yəni ki, bu saitdir. Saitdirsə o zaman necə olacaqdır? Biz bura s əlavə eləmişik. Deməli, başqa y-dən əvvəl sait olan söz varsa s əlavə eləyəcəm. Y-da duracaq orada. Sonra baby sözü, məsələn, y-dən əvvəl samit gəlməsi. Burada deyirəm ki, hə, bax, olsun, buna bax, özümə deyirdim. Deyirəm, y-dən əvvəl samit gəlib deyənə, burada y düşüb, is olubdur. Hə, deməli, samit gələndə bu şəkildə olur. Y düşür, is əlavə edirik sözün sonuna. Bu cür. Yəni, siz də buradan bütün sözləri oxuyun. Hansı söz sizin yadınızda qalırsa, bir də bu nə deməkdir, uşaqlar? Tray sözü, bunu dərsdə tez-tez tələbələr soruşur ki, məcməyi nədir? Tray sözü padnos deməkdir. Padnos və yaxud da ki, sini. Mən də məcməyi nədir? Başa düşmürəm. Məcməyi sininin, padnosun məcməyi mənasında
da istifadə edildiyini Azərbaycan dilində mən bunu bilmirdim. Bunu burada öyrənmişdim. Bu şəkildə mən iki mənasını bilirdim çünki sini və padmos. Ümid edirəm izah edə bildim ki, bu nədir? Yəni belə olur, bilirsiniz də. Qutardı getdi. Yəni bunu bu cür oxuyun görün, hansı söz sizin yadınızda qalırsa, bu şəkildə siz özünüz üçün tətbiq edin. Çünki mən düşünürəm bu cür şəkildə adamın yadında çətin qalır. Düz insandan insana dəyişir, amma nə bilim öz fikrimi demək istədim. Növbəti qaydaya keçirik. Bir də təkrar eləyək. Normalda isimlərin sonunu s əlavə eləməklə düzəldirik. Amma s, iki dənə s, iki s demirlər İngilis dilində double s. S, H, C, H, T, C, H, O, X, O, Z. Bunlar oldusa olacaq. Nə s əlavə eləyəcəm. İstisnası nə idi? O hərfinə bağlı iki dənə istisnam var. Bəzi sözlərin sonuna s əlavə edirəm. Onlar bunlardır. Bəzi sözlər var ki, həm s, həm də ki s qəbul edir. Bir də ki, kökündən dəyişənləri gördük ki, bunlar kökündən dəyişir. Növbəti qaydam burada n əlavə edilməklə cəmlənən sözlər idi. Növbətçi y hərfi. İndi isə gəldik f və f hərfinə gəldik. Fikir ver. 12 dənə isim var. Ancaq və ancaq bunlardır ki, cəmlənəndə f və f düşür və s qəbul edəcək. Məsələn, fikir ver, leave. Leave. Bax, to leave demirəm. Bu leave-dir. Leave. Yaşamaq. Leaf isə yarpaqdır. Bir də belə bir söz var. Buna oxşar. Eyni cür deyilir. To leave. Bu isə tərk etmək, çıxıb getmək, evdən çıxmaq, belə bir anlamlara gəlir. Həmişə tərk etmək mənasında deyil də. Məsələn, deyirəm ki, I leave my house, evimi tərk edirəm. Uşaqlar elə bilirlər ki, vəsyoda çıxdım, getdim evimdən belə. Niyə xayır uşaqlar? Yəni ki, evimdən çölə çıxdım, gedirəm, işim var, gələcəm. Belə bir şey də ola bilər. Tamam mı? Və evə girmək necə olacaq? To enter falan deyə bilərsiniz, daxil olmaq mənasında. Davam edirəm. Leave nədir? Yarpaq deməkdir. Sonunu f ilə bitdi. F-nı saldım və bura və s qəbul edəcəm. Və bundan 12 dənədir. Və burada hər biri var. Baxa bilərsiniz. Amma uşaqlar, yerdə qalan bütün isimlər f və f ilə bitən bütün isimlər s ilə cəmlənir. Yerdə qalan hamısı. Yaxşı? Bu cür. Məsələn, burada bizim üçün deyir ki, aşağıdakı isimlər f hərfi ilə olduğu kimi qalır, sonra s əlavə edilir. Bunu ayrıca bir qayda olaraq əzbərləməyin uşaqlar. Belə yadda saxlayın ki, f və f ilə 12 dənə isim var. O da bunlardır. Ki, burada f düşür, f düşür, o da nə əlavə edir? V əlavə edir. Bunu beləcə yadda saxladıqsa, yerdə qalan hansı ismi görsəz, yəni bunu möhkəmcə öyrənin ki, bunlar bu cür cəmlənir, lüğət olaraq öyrənin. Sonra, zaten buradakı sözlərə aid olmayan, bunları artıq öyrənmiş olandan sonra bundan kənar, bundan özgə isim görəndə, söz görəndə f ilə bitən, təbii ki, isimlərdən söhbət gedir, feillərdən falan yox. Siz nə edirsiniz? Təbii ki də s-lə cəmləndirirsiniz. Onlar da, yəni buradakı sözləri də oturub əzbərəməyin də ki, bax bunlardan sonra s gəlir. Təbii ki, elə də əzbər edə bilərsiniz. Prosta elə olanda məncə uşağın beyninə elə kodlanır ki, sanki əlavə bir dənə qayda çıxdı. Əlavə bir qayda deyil, sadəcə olaraq yerimi izah edə bilirəm, uşaqlar bunu nə demək istəyirəm. Yəni 12 dənə budur, hansı ki vəs qəbul edir. Yerdə qalanı s-dir də, yəni olduğu kimi, birinci qaydamızdakı kimi. Normal özünü aparır, amma bunlar özünü normal apara bilmir. Bunlar nə edir? Bunlar istisnadılar. Tamam mı? Bu cür yadına saxla. Bunları da nə iş görürsən, bunları da geçəcə lüğət olaraq öyrən ki, nə demək? Sən bilmirsənsə ki, cliff qaya deməkdir, öyrənməlisən və s. belə. Bir də burada belə bir qayda da var ki, həm s qəbul edir, həm də ki v qəbul edir. Bayaqlar məsələn o ilə bitəndə həm s, həm də ki s qəbul edirdi. Məsələn, volcano sözü, tornado sözü, buffalo kimi bu sözlər. Mosquito bir də ki motto kimi sözlər. Neynədilər? Özündən sonra o ilə bitirdi, sonra həm s, həm də ki s qəbul edirdi. İndi bunlar da həm s, həm də ki v qəbul edir. Amma sonu f ilə bitənlərdən söhbət gedir. Bir də burada belə bir söz var, hüf, dırnaqda. Uşaqlar, bu dırnaq belə dırnaqdır. Yəni işarə dırnağı. Amma insanın dırnağı necə olur? Nail. Bu insanın dırnağıdır. Nail. Hüf isə buradakı bildiyimiz işarə dırnaqdır. Qutardı get. Tamam mı? İndi isə belə bir qaydamız var. İki hissədən ibarət olan isimlərdir. Bu nə deməkdir? Məsələn, fikir və trousers. Şalvar deməkdir. Elə şalvarın iki dənə ayağı var.
Düz deyil. Bir dənə ayaqla gəzmirsən ki. Ola bilər indi bəzi insanların bir ayağı olmuş ola bilər. Artıq o axı standart insan deyil. Başa düşdün? Yəni normalda standart insan bədənində 2 dənə ayaq olur. Yəni 2 hissədən ibarətdir deyənə nə olmuş olur? Bunlar cəm hesab edilirlər. Yaxşı, məsələn, scales, tərəzin 2 dənə hissəsi var axı. Belə olmur tərəzi. İndi mən tam yadımdan çıxıb tərəz necə bir şeydir. Ona görə bilmirəm düzmü ifadə edirəm. Amma bax bu cür olur. Tərəzin 2 dənə qolu olur. Yəni biri ağır gəlir, biri yüngül gəlir. Məncə günümüzdə bunlardan çox istifadə edilmir, amma nəysə, bu cür. Sonra məsələn mittens, tək barmaq əlcəkdir. Tək barmaq əlcək olanda belə olur bax. Bir dənə burada, bir dənə isə də burada 2 dənə hissəsi var. Gloves, əlcək. Bu nə hansı əlcəkdir? Bu bildiyimiz belə 5 barmaq olan əlcəyim deyirəm. Artıq çəkmədim. Yesə artıq çəkmədim, amma gecə çəkmədim. Bu cür. Bu da bu cür əlcək deməkdir. Shoes, məsələn, ayaqqabı 2 dənə hissəsi var. Headphones, qulaqçı 2 dənə qulağımız var. 2 dənə qulaqçı taxıram. Socks, corab 2 ayağımız var. Tights, kalqotka. Belə. Sonra ikisi onu S-lə bitir, həmişə cəmdə olan. Fikir ver, goods, mal, əmtə. Bir dənə tələbəm var idi. O mənə demişdi ki, müəllimə, good söz əslində yaxşı deməkdir uşaqlar, yaxşı. Məsələn, deyirəm, good question, yaxşı sualdır. Belə. Good girl, yaxşı qız. Bu cür. Good boy, yaxşı oğlan, bu cür. Good yaxşı deməkdir. Sonra siz sözün sonuna S qəbul eləyəndə axı bu cəmlənir. Yəni yaxşılar kimi. Bir dənə tələbəm deyir ki, bu goods yaxşılar, yəni ki, yaxşının çoxu. Əgər çoxlu yaxşılıq eləsəz mal olmuş olursunuz. Belə bir şey demişdi. Bu şəkildə onu yadda saxlaya bilərsiniz ki, goods nə deməkdir? Mal, əmtə. Əmtə mal nə deməkdir uşaqlar? Yəni satışa çıxarılan mal deməkdir. Tamam mı? Bax bu anlama gəlir. Bu şəkildə bunu yadda saxlaya bilərsiniz. Məncə bu yadda qalır bu cür. Sonra digər sözlərdə eyni ilə. Qurtardı getdi. Məsələn, belongings bu sözə bir dənə toxunmaq istəyirəm. Belə bir söz var ingiliscədə. To belong. Aid olmaq deməkdir. Məsələn, deyirəm ki, this phone belongs to me. Bu telefon mənə aiddir. Belongings isə aid olanlar. Yəni, şəxsi əşyalar. Mənə aid olanlar. Belə bir anlama gəlir. Məsələn, things, my things, mənim əşyalarım, my objects. Object də nədir? J-ə-c-t. O da obje, türkçədə deyirlər, obje, əşya, o mənaya gələ bilir. Və yaxud da ki, stuff. Belə bir anlamlar var. Sonu S ilə bitməyən, amma həmişə cəmdə olan toplu isimlər. Məsələn, deyil sizi, bunlar da toplu isimlər idi. Toplu isim başa sözsüz uşaqlar, məsələn, cəmahat. Bu məsələn, Azərbaycan dilində də var, burada da var. Cəmaat da mən deyəsən Azərbaycanın toplu isim deyə qəbul edilir, düşünürəm. People oldu nə? Cəmaat. Yəni cəmaat da uşaqlar, insanlar deməkdir. Əslində bu kökündən dəyişənlərə aiddir. Person olur, təki cəmanda people olur. Əslində bu 7 dənə o kökündən dəyişənə əlavə eləsə 8 dənə olmuş olacaq oluruz, amma nəysə, bu cür. Poultry, ev quşları, gentry, zadəganlar, police, malqara tək olmur. Polislər də elə bilin ki, polislər nə bilim nə şəkildə basqın eləyirlər. Məsələn, tək basqın eləmir, o şəkildə yadda saxlamaq olar. Burada bir dənə notumuz var. Uşaqlar, əgər ki police eləcə verilsə, R təbii ki dedim, baxın bu sayılır. Amma burada police officer olsa, polis işçisi, police officers, polis işçiləri, policeman. Yəni bu da düz bir polis anlamına gəlir. Man yox, mən olacaq cəmlənəndə. Sonra woman isə woman olacaq. Police car, bəlkə polis maşını demək istəyir. Təkcə polis yoxdur, polis car. Uşaqlar, ümumiyyətlə yadda saxlayan belə bir şey, 2 dənə isim yan-yana gələndə həmişə ikincisi əsas götürülür. Bunu quantifiers'da göstərmişəm. Niyə? 2 dənə isim yan-yana gələndə ikincisi əsas hesab edilir. Səbəb. Police təkcə polis deməkdir da, elə. Və də var police car. Yəni polis maşını. Uca məna dəyişdi, xarş oxlar. Polis maşını anlamına gəldi. Və yaxud da belə bir cümlə söz qurum. Quantifiers'da deyəsən bunu nümunə ilə izahləmişəm. Furniture. Eləm nə deməkdir? Mebel. Mebel nədir uşaqlar? Stulduğunum divanda, o yanda, bu yanda belə. Bir də var deyirəm, furniture shop. Yəni ki, mebel mağazası.
Uşaqlar, görürsünüz indi mebeldən, o divandan falan söhbət getmir. Onun mağazasından, yəni o 4 dənə divar. Bu elə bir ki, bir mebel mağazasıdır və bundan söhbət gedir. Bu otaqdan, o buna da obyekt deyirlər də. O obyektdən, həmin o obyekt sözünü Azərbaycanca necə deyirlər bilmirəm. Həmin o mağazadan söhbət gedir. Başa düşdün mü? Mağaza başqa şeydir, mebel başqa şeydir. Başa düşdün? Bu cür. Və yaxud da ki deyirəm toy shop. Sən toy oyuncaq shop mağaza. Oyuncaq mağazası. Toy yox. Toy shop. Yəni ikinci sözə görə yoğunlaşdıracağam. Çünki artıq burada məna dəyişdi. Yəni burada cəmləndirəndə ikinci sözə baxıram. Shops olsa təbii ki xəbərim are olacaq. Yox, əgər ki shop olsa təbii ki də is olacaqdı mənim xəbərim. Yaxşı, bu da bu cür demiş olum. Çox da belə vacib bir detal olmayan hissəni göstərmək istəyirəm. People cəmaət mənasını bildirəndə baxa gördük ki, cəmiyyət bildirir. Amma xalq mənasını olanda təklik bildirəcək. Məsələn, many young people are out of work. Yəni ki, çoxu gənc insan out of work-dur. Yəni ki, işsizdir. İş xarici, out of xarici, yəni işdən xaric olmaq, yəni işsiz. Və yaxud da ki, out of work-ın yerinə nə işlədə bilərdi? Unemployed, işsiz. The course studies the history of Africa. Bu kurs nə öyrənir? Afrikanın tarixini öyrənir and the peoples who lived there. Yəni ki, və orada yaşayan xalqlar haqqında şeyləri öyrənir. Bu şəkildə, məsələn, who burada nədir? Relative pronoun sonda izahını paylaşmışam, gedib baxa bilərsiniz. Yəni burada xalq mənasını bildirdi deyənə, orada yaşayan xalqlar mənasını bildirdi deyənə əsdə. Normal cəmaət mənasını həmişə tək olur. Çox da önəmli deyil uşaqlar, yəni əsas burada cəmaət mənasını görəcəksiniz buraxılışda. Man və men sözləri, man and woman sözləri həmişə bu cür olur. Baxın uşaqlar, a man driver elə kişi sürücü. Men drivers, yəni fikir ver, həm defisdən əvvəlki hissə cəmlənəcək, həm də defisdən sonraki hissə cəmlənəcək. Man servant, kişi qulluqçu. Man servants, iki hissəsi də burada cəmlənəcək. Bu da belə. Bu tez-tez rastlaşmırıq, amma imtahanı düşə bilər. İmtahanı düşə biləcək bir şeydir. Sonra, məsələn, əgər ki salesman verilsə, sonunda təbii ki də, yəni hansı söz varsa içində man və man olan, təbii ki o cəmlənəndə olacaqdır men, amma bu aid deyil Norman, Roman, German, human. Men həm də uşaqlar, həm kişi deməkdir, həm də insan mənasını verir. İnsan, yəni dövlət insanı, yəni dövlət adamı, dövlət xadimi, xadimləri. Və belə bir anlama gəlir, gördün? Amma Normanda, man burada adam mənasını vermir, kişi mənasını vermir. Romanda da German, human insan deməkdir özü, insan. Yəni bunların böləndə bir mənası olmur. Yaxşı, bu sözün kökündədir. Ona görə siz bu nə iş görürsünüz? Cəmləndirəndə s qəbul edirsiniz. Çünki bunlar xalq adlardır. Bu çox xalq adı da bu insan mənasını verir. İnsan mənasını verən person, şəxs, human, insan, sonra belə bir şey də demək olaraq human being, individuallar deyə bilərsən, yəni fərd mənasında. Individual, yəni individual. Bunları niyə deyirəm uşaqlar? Çünki iki söz dəyişmək var ya, 11-lər diqqətlə qulaq asın. Bu şəkildə onlara köməyə gələ bilər. Bu şəkildə. Sonra bu nədir? Dərsdə yazılan mürəkkəb isimlər. Burada nə olacaqdır? Əsas məna daşıyan sözü siz s əlavə edəcəksiniz, cəmlənəcək. Məsələn, bax. A brother-in-law, qayın deməkdir. Qayın nə deməkdir? Məsələn, Aysu adlı bir xanım fikirləşək. Bu xanım evlənib Fuad bəylə. Və bu Fuad bəyin bir dənə qardaşı var. Nə bilim, Akif olsun adı. Akif bəy Aysu xanımın qayını olmuş oldu. Belə bir mənaya gəlir. Yaxşı? Aha. İndi burada nə oldu? Brother-in-law, qayın. Burada əsas söz hansıdır? Qardaş sözü.
fikir versin. Digərləri biri prepositionda, biri də qanun deməkdir. Qanun. Tək olanda bu söz law, qanun anlamına gəlir, amma qardaşın, nə bilim, qanunu falan elə bir mənaya gəlmir. Yəni burada əsas bir söz brother-dir deyə burada əlavə edirəm. Babysitter. Burada da təbii ki də s əlavə edirəm bu cür. Bununla bağlı mən passive case of noun ismiyəlik halında da yenə danışacağam. Mürəkkəb isimlərdə də sonunda da s əlavə edir, yəni düz olan bir şey. Sonra da həmişə tək olan isimlər uşaqlar, mən bunları izah eləmək istəmirəm. Çünki məsələn deyir, ayın artikel çox qəbul etmir. Həmişə təkdə olan isimlər, məsələn, bizim üçün həmişə təkdə isim olan isim hansıdır? Uncountable da, məsələn, news sözü, xəbər deməkdir. News deməyəcəm ki. Və yaxud da ki, water. Həmişə təkdədir də, yəni bu nə oldu? Uncountable oldu. Yəni, uncountable-a aid olan qaydalar burada da işte, yəni bu mənasız buluram bunu izah eləmək. İdman və oyun adları həmişə təkdədir. Yəni, təbii ki, cəmləndirəsi deyilik. Droughts, dama deməkdir. Çaşdırırlar, ha, bir də film tanı uçub bu. Yəni, sonunda s görüb deməyin ki, bu cəmdə yox. Yaxşı. Elm və fən adları, mathematics, economics. Yəni, bunu zaten baxla göstərdim sizə. İndi bu isə baxa bilərik. Təkifdə və cəmdə olan isimlər. Təki və cəmi eyni olan isimlər. Məsələn, sheep, qoyun deməkdir. Sheep də qoyun demək, uşaqlar. Deer, fish, swine. Hər biri görsüz, təkdə görünür, amma təkidə cəmi də eynidir. Yəni, cümlədə bunu ayırt edə biləcəksiniz. Məsələn, deyəcək, sheep is. Məsələn, deyir, qoyun ağdır və yaxud da ki, deyəcək, sheep or white. Ağır olanda da cəmdə olur da. Artıq bunu tutacaqsınız ki, burada cəmdə deyilifdir ki, qoyunlar, burada qoyundan tutacaqsınız, narahat olmayın. Yəni, belə şəkildə s versə, heç vaxt olmaz. Bu isimlər kimi belə sözlər də var. Gross, throat, salmon, serious, species, means, corpse. Görsünüz, burada da sonu s-lə bitir. Elə görünür ki, bu cəmdədir, yox. Bunlar təkdə olan formasıdır. Burada da cəmdə olan formasıdır. Yəni, təkdə də cəmi də eyni. Təkdə olanda da meansdir. Cəmdə olanda da meansdir. Yaxşı, bu cür. Ən tez rastlaşdığımız imtahanlarda və sınav imtahanlarında bax bu sözlərdir. Amma təbii ki, digərləri bilinməməli deyə bir şey yoxdur. Bunları da hökmən bilməlisiniz. Amma ən çox istifadə olunanları demək istədim sadəcə olaraq. Məsələn, bunları mən şeydə demişəm, bu not, bu qeyd hissəsini. Bunu mən artikel qaydamızda demişdim. Bu nə olan şeydir? Chinese. Bu da yəni millət anlamlarını bildirən sözlərdir. Yəni Çinli, Çinlilər. Təki cəmi eynidir. Bu şəkildə. Sonra bəzi sözlər də var ki, uşaqlar, Yunan latın mənşəlidir. Ona görə də öz dillərində necə cəmlənirlərsə, burada da o cür. Məsələn, cactus, cactus. Focus, foci. O cür oxunacaqdır. Stimulus, stimuli. Bu şəkildə. Phenomena. Criterion, criteria. Bu şəkildə cəmlənəcək. Yaxşı. Yəni, o üstündən bitəndə i. Yəni, bunlar düşürmü? Düşə bilir. Bax, bu söz düşə bilir. Yəni, bunlardan görmüşəm. Bu stimulus, cactus, bunlar görülür. Amma dəymək deyildir ki, digərlərini öyrənmirsən. Tezi sözü də görülə bilir. Krizis sözü, basis sözü. Tezi sözünü 2 dəfə veribdir. Bax, bu şəkildə. Bunlar da vacib. Diagnostika sözü. Hər biri vacibdir uşaqlar. Belə. İndi mənə deyə bilərsiniz ki, nəyə görə ilk öncə bu sadə isimlər falan hissəsinə başlamadı. Sadələr ümumiyyətlə uşaqlar bilirsiniz ki, bir kökdən ibarət. Məsələn, town şəhər deməkdir. X balta, mistake, səhv və s. və laxır bu cür. Düzəltmələr isə derivative nouns, yəni ki, şəkilçilərlə düzəlir. Buradakı şəkilçilərlə. Buradakı şəkilçiləri uşaqlar hər birini siz şəkilçilər olaraq deyildi. Mən düşünürəm ki, bunları və hər daim də o cür öyrətmişəm uşaqlara. Lüğət olaraq öyrənsə sizin üçün daha yaxşı olacaq. Və lüğəti necə öyrənmək? Mən bunları dərsin içindəcə öyrədərəm. Lüğəti dərsin içində biz öyrənirik. Evə vermirəm. Yay dərslərində evə vermirəm. Bu şəkildə. Və necə olur? Biz bunları dərsin içində işləyirik. Və necə işləyirik? Lüğət necə öyrənmək lazımdır? O haqda əgər video istəyirsə, yəni bunu kommentlərdə yazın. O şəkildə də çəkməyə çalışaram. Elə öyrənəndə, məsələn, sənə sual verir. Sənə bir dənə sualı belə verir də.
lead sözünü verir. Lead sözü bizə nə deməkdir? Aparmaq deməkdir. Amma nəyisə götürüb take eləmək yoxdur. Məsələn deyirəm ki, bu səhv səni belə pis yola aparır. Sən götürüb əlini tutub aparmır da lead. Yəni buna yol açır. Başa düşdün? Bu şəkildə. Lead yəni o məna verir. Leader da aparan, yəni sənə bələdçilik eləyən, sənə başçılıq edən, yəni lider mənasına gəlir. Görsən, buradan da bu söz yarandı. Sonra bir dənə lead sözü, yəni düşmüşdü bir dəfə sınava leader-da bu cür. Sonra burada da ship var. Leadership, yəni liderlik. Artıq sən burada leadership sözünün özünü biləndə, mən əgər video çəksəm, siz də biləcəksiniz bu haqda. Sən artıq bunu biləndə sən imtahana şey salınır. Məsələn, lead sözü üçün R şəkilçisi, bir də ki ship şəkilçisi verilir. Bir də ki məsələn dom şəkilçisi verilir. Birində də Y, birində də ing. Bunlar verir. Deyir indi bu 5 dənəsindən hansını seçmək olar? Sən deyirsən ki, bu shiplə R seçmək olar. Şuşdun. Bax burada hətta burada var bax. ER. Bura lider sözünü yazmaq olar. Bu cür. Yəni sən artıq bunu görəndə seçə bilirsən. Yəni bu söz olaraq öyrənəndə, o söz öyrənəndən sonra artıq gəlib burada nəs filan belə görəndə tez seçə bilirsən. Yəni sənin üçün bir problem olmur. Yaxşı? Eyni isə təbii ki də prefikslərə, yəni ki ön şəkilçilərə də aiddir. Vso, qutardı, getdi. Burada məsələn nə var? Ship sözü var. Gəmi deməkdir. Amma belə bir spaceship, warship, steamship, battleship bu şəkildə də istifadə edilə bilər. Burada mürəkkəb söz yaratmış olur, amma bayaqları biz burada leadership şəklində gördük. Liderlik. Burada isə lik mənasına gəldi. Məsələn, era şəkilçisi ilə bağlı burada deyibdi. Mən bunları lüğət videomda danışmaq istəyirəm. Ingdir, y, sonra monument sözləri ilə bitən bəzi sözlər var ki, sadədirlər. Moment. Mən desəm monumentlə bitənlər dedim deyəsəm, ment ilə bitənlər sadədir. Monument sözün özü bir sözdür. Cement, element, document, instrument, parliament, bu cür. Mürəkkəblər nədir uşaqlar? 2 sözdən ibarət olanlardır da təbii ki də. Məsələn, postman, earring və yaxud da ki airline. Actually no, airline yox. Airport. Air hava deməkdir. Port liman. Nə oldu? Hava limanı. Airline hava limanı deməkdir. Yəni bu cür. Bu cür uşaqlar, hər bir şey izah elədim. Sadəcə positive case of noun qaldı. Onu da növbəti videolarda birində izah eləyəcəm. Əslində mən heç bir videomu 2 hissəyə bölməmişəm. Sadəcə ismi 2 hissəyə bölmüşəm. Çünki yorulmuş hiss edirəm özüm hal-hazırda. Bu cür. Əgər ki videomu bəyəndisə, like etməyi unutmayın, kommentlərdə yazmağı unutmayın. Kanalda abunə olmağı unutmayın, xahiş eləyirəm. Daha sonra əgər dərslərimə yazılmaq istəsəniz, ekranda gördüyünüz nömrə ilə 050 857 46 15 bu nömrə ilə, yəni mənimlə əlaqə saxlayaraq dərslərimə yazıla bilərsiniz. Bir də mənim digər sosial media hesablarımdan da follow eləyə bilərsiniz. Instagram, Telegram, YouTube'da zaten buradasınız. Bu cür. Digər Instagram hesabımın və sair adlarını da hər birini açıqlama hissəsində qeyd edirəm. Gəlmək istəsəniz orada da sizi gözləyirəm. Orada daha tez aktivəm. YouTube'dan da aktivəm. Bu cür. Dərslərimi yazılmaq üçün dediyim kimi bu nömrə. Həm buraxılış dərsləri keçirəm. Yəni 9, 10, 11-ci siniflər üçün. Həm də ki General English dərsləri də keçirəm. Yəni listening, reading, speaking, grammar, vocabulary, yəni danışıq dərsləri, danışığa yönəlikli dərslər. Bu şəkildə onlar bu dərslərimdən yararlana bilərsiniz. Belə, sağ olun, özünüzə yaxşı baxın. Uşaqlar, yadımdan çıxıb ki, mən burada işləməmişəm topludan testlər. Ona görə də yenə həmişə bütün videolarımda ənənəvi qaydamdır ki, topludan testlərə baxırıq. Deməli, 14-cü sualda məsələn tək istəyir bizdən. Singular tək deməkdir. Məsəl üçün bizdə burada my sözü var. Biz bilirik də mouse sözü idi. Sıçan və tək demək olardı. Head baş deməkdir. Heads başlar. Sonra ideas. Burada idea sözü əslində uşaqlar abstract kimi görünür. Yəni mücərrəd bir şey kimi görünür. Amma bizim sayılan kimi görünüb, sayılmayan kimi görünüb. Sayılan isimlərimiz var. İndi onları sizin üçün göstərim. Bax, bunları da əsas eləyə bilərsiniz. Bunlar elə görünür ki, burada da yazılıb.
Elə isimlər var ki, onlar mücərrəd məna daşıyır, yəni abstraktdırlar, mücərrəd kimi görünür, amma yəni sayılmayan kimi görünür. Bax, nə dedim? Dedim ki, mücərrəd olan şeylər sayılmırlar. Çünki həqiqətən məsələn sevgini saya bilmirəm. Nifrəti saya bilmirəm. İdeyanı saya bilmirəm kimi görünür, amma ideya sayılır uşaqlar. Burada 12 dənədir. Bunları keçəcə öyrənirsiniz. Belə məsələn burada nə görürük? Bayaqlar əslində bunları demişdim. Sonunda S olanların çoxsu bəziləri var ki, yəni bu cür sayılmır. Məsələn, riyaziyyat elm adıdır, domino, bilyard, fizika, xəbər, oyun elm adlarıdır, dərs adlarıdır. İndi qayıdıram testimizin içinə. Burada necə oldu? İdeyasıdır. Yəni ki, bu cəmdir. Yəni burada hamısı cəmdir. Bags bu da cəmdədir, boxes bu da cəmdədir, kətisi təkdədir. Çıxdım, məndən hamısı təkli olanları istəyir. Juice uncountable-dur. Uncountable olan şey də təkdir. Milk süddür. Süd nədir? Uncountable mayıdır da. Maya sayılmır. Axı nəyini sayım mən onun? Tea çaydır. Bu da uncountable-dur. Bircə götürüb saymırsan da yəqin ki çayını. Yəqin ki saymırsan. Bir stakan su deyirsən. O da nə oldu? Kəmiyyət bildirən sözlər. Measure words. Все. Wind küləkdir. Oxen. Yəni bu uncountable-dur. Yəni təkdir. Oxen pluraldır. Öküzlər deməkdir. Year. Years olsaydı cəmlərdir. Amma bu da təkdədir. Bir dənəsi belə cəmdə oldusa onu çıxmalısan. Iron dəmir deməkdir. Uncountable-dur. Shorts. Bu da ikilik bildirən sözlərin içərisinə aiddir. Bayaqlar orada gördük. Oxudunsa, mən əslində bu short sözün özünü oxumadım, düzdür. Amma sən o hissəni dayandırıb oxumalıydın. Hamısını oxusam uşaqlara vaxt çatmaz axı. Aha, burada necə oldu? Yəni videodur da bu. Dərs olsa nə olar? Aha, burada necə oldu? Shorts. Bu da cəmdədir və ikilik bildirən isim zaten cəmdədir. Balls da toplar deməkdir bu cür. Все, oldu Y variantı. Sonra məsələn 15-də bizim üçün deyir cəmdə olanı tap, plural cəm deməkdir, bilirsən. Woman, bax sonunda A olanda tək olurdu, amma woman hərfi bizə qonaq gələndə olurdu nə? Cəm. Scissors, qayçı deməkdir, bu da ikilik bildirən sözün üçün daxildir. Qayçının 2 dənə ağzı olurdu, yəni bu cəmdədir. Information, bu dedim də, bu uncountable da mücərrəd bir şeydir, ona görə bu getdi. Tək istəyir məndən, çünki cəmi istəyir məndən, bu da təkdədir. Policeman, yəni bu cəmdədir. Görsən? Mən. Aha, dedim axı, bayaqla mən dedim də. Dedim ki, əgər ki mürəkkəb isimdirsə, içində mən varsa, man varsa, o mən olur və cəmlənir. Bir dənə hansılara aid deyildi? Bu odur uşaqlar. Norman, German, Roman, Human. Niyə hərflər səhv yazıram? Belə. Sonra economics, bu da iqtisadiyyat, az öncə də gördün zaten o bu hissədə göstərdiyim yerdə gördün. İqtisadiyyat, bu da bir elm adıdır. Bu da getdi 2, 3, 4 Y variantı. Bu cür uşaqlar testdən hər biri bax bu cür gedəcəkdir, işlənəcəkdir. Topludur bu. Topludan öyrəndiyiniz hər bir sözü çıxardın. Onları öyrənmək lazımdır. Belə, uğurlar. Təşəkkür edirəm.